1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası təşkil edilmiş, Xalq Cümhuriyyətinin yaradılması barədə istiqlal bəyannaməsi imzalanmışdı. Mayın 30-da Baş nazir Fətəli xan Xoyski dünyanın aparıcı dövlətlərinə radio-telegram göndərərək Azərbaycan Cümhuriyyətinin məramını çatdırmışdı. Bugündən etibarən Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tam hüquqlu, müstəqil dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. Cümhuriyyət qurucuları hakimiyyəti kommunistlərə dinc və demokratik yolla, konkret şərtlərlə təhvil vermişdilər. Lakin bu şərtlər ilk gündən pozuldu. Təqiblər başlandı, həbslər kütləvi xarakter aldı. Etirazlar qanla yatırdıldı. Azərbaycan bolşevik işğalına məruz qaldı. Ölkə müstəqilliyini itirdi. Ona görə ki, ötən əsrin əvvəllərindən fərqli olaraq millət təhsil almışdı. Xalq hərəkatı başlayanda Cümhuriyyət hökumətinin qurduğu Bakı Dövlət Universitetinin artıq 70 yaşı vardı. Ona görə ki, 1971-ci ildən Azərbaycanda milli hərbi kadrlar hazırlayan məktəb fəaliyyət göstərirdi. Nəhayət bu xalq Cümhuriyyət hökumətinin yaşatdığı müstəqillik ideallarını 70 il nəsildən nəsilə ötürə bilmişdi. Məhz buna görə Cümhuriyyət bayrağı yenidən göylərə ucaldı. 1990-cı il noyabrın 17-sində Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında bu bayraq ilk dəfə dövlət tədbirində qaldırıldı, rəsmi status qazandı. Millət öz şərəfli geçmişi ilə qürur duymağa başladı. Bütün bunların nəticəsidir ki, müasir Azərbaycanın tarixində yenidən müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalq ümumilli liderinin bir çağırışı ilə ayağa durdu, küçələrə çıxdı, azadlığının və müstəqilliyinin müdafiəsinə qaldı. Ona görə də bugün Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir. Bir kərə yüksələn bayraq bir daha enməz.